Sodun peç sistemini görürük. Burada indi yoxlayırıq. Temperatur biri burada 80 dərəcədir. Su isti vəziyyətdədir. Sağ tərəfdə 15 dərəcə. Sol tərəfdə də bir dəqiqə baxaq. Sol tərəfdə də temperatur 17 dərəcədir. Su gəlmir, dövrə yoxdur. Yavaş-yavaş başladı gəlməyə. Təzyiq bir atmosferdir. Allah ki dondu qaldı, tutuldu. Zibil getdi, tutdu. İkinci dərmanlı qutlu axın səviyyəsi çox zəif, yox dərəcəsindədir. Təzyiqdəki bir atmosferi vurulurdu. Gəlir, kəsilir, gəlir, kəsilir. Tədricən dərman öz işini görür. Yavaş-yavaş açılmaq üzrədir. Buradan təzyiqi də biraz artıraq. Hal-hazırda ikinci dərmanın sağ tərəf radiator təmizlənibdir. Axını görsün nətərdir. Və içəridə temperaturu göstərəcəm mən. İçəridə sol tərəfdə temperatur 56 dərəcədir. Sol tərəfə qoşulubdur. Hal-hazırda sol tərəf radiatoru təmizlədikdən sonra filtri təmizləyirik ki, sağ tərəfi də sonradan zibil qarışmasın. Filtrisi dəyişiləsidir. Nə qaldı elə? Əriməyən zibillərdir. Əriyənlər də keç qarşı dərmana. Filtrin arasında qalır. Filtr özünə gündədir. Palçıq olubdur. Olsun. Hal-hazırda bir filtri yenisi ilə bu sol tərəfdən çıxan filtrdir. Nə gündədir. Yəni bu nə gündədir. Palçıqdır elə. Bunun içində qalan nə qədər zibil var bunun içində. Filtr qarşısını alıb, hamısını tutub yeni filtri sistemə bağlayırıq və sağ tərəf radiatoru yumağa başlayacaq. Deməli, hal-hazırda ikinci dərmanla sağ tərəf radiatoru yuyuruq. Temperatur 54 dərəcə artaraq davam eləyir. Bu da sistemin açıq olduğunu göstərir. Hal-hazırda ikinci dərman yekunlaşıb. Biz radiatoru yuyduqda hər iki tərəfə dövrə elətdiririk. Bu da onun axınıdır. Sağ tərəf radiatorun təmiz olmasının nəticəsidir. Hal-hazırda biz Mercedes 600'ün sağ peşin radiatorun sağ bölməsindəki çirkləri sizə göstərmək istəyirik. Bu həmən bu filtrdə ağ filtr rənginə düşdü. Eynən soldakı kimi çirk yaman gündə içindəki çirk görsənlər nə qədərdir. Bu əriməyən çirklərdir.
Sağdaki kadar da. İçinde de kaldı. İşte hayırlı olsun.